Sizin əsərləriniz daha çox mifik, nağıl üslubundadır. Bəs mənə maraqlıdır. Bakı hansısa nağıl qəhrəmanı olsaydı, siz onu necə təsəvvür edərdiniz? Bakı nağıl qəhrəmanı olsaydı, yəqin ki, nəsə şərq üslublu, nəsə mifik, özündə çoxlu sirlər gizlətmiş, yəqin ki, bir obraz istəyərdim göstərmək. Məsələn, elə mən çəkdiyim dərvişlər kimi, çünki onlar çoxlu biliyi özündə toplayırlar və məncə ona necəsə uyğun gələ bilərdi. Ümumiyyətlə Bakı məncə çox simalıdır. O həm gəncdir, onu həm çiçəklənəndir, həm də ki, eyni zaman müdrik, köhnə və mifikdir. Yəni ki, orada tək mənalı bir obrazda mən onu yəqin ki, göstərə bilməzdim. Ona görə bilmirəm, düzün deyim, amma yəqin ki, dərvişdən başlayardım. Bəs tutaq ki, sizə icazə verirlər ki, Qız Qalasının üzərində bir şəkil çəkəsiniz. Yəni gecədir, sizə deyirlər ki, Zöhrəb bəy gedib istədiyinizi çəkə bilərsiniz Qız Qalasının üzərində. Bu nə olardı? Heç nə. Çünki mənim üçün Qız Qalası Bakının hal-hazırda çoxlu simvolları var. Alov güllələri var, çilibaşnya var, yaxud çoxlu cürbəcür yeni və köhnə simvollar var, amma arasında məncə Bakını tam Bakı eləyən Qız Qalasıdır. Mən onun üzərinə heç əslində bir dənə xətt çəkməyə ürək eləməzdim, çünki məncə o necə varsa, o özü-özünü tamamlayır və gözəldir. Məncə onu heç istəməzdim də ki, mənə icazə versinlər. Versəydilər də heç vaxt yəqin ki, əlimi vura bilməzdim ona. Belə bir sual da verim. Bakı hər tərəflidir, sözünüzdə qeyd elədiyiniz kimi. Həm küləklər şəhəridir, qədimdir, içəri şəhəri var. Həm də artıq müasirləşir, abadlaşır, göydələnlər ucalır, Flame Towers və fərqli başqa müasir tikililər. Sizə daha çox hansı yaxındır? Mənə maraqlıdır. Və həmçinin istəyərdim bilim ki, bu sizin sənətinizdə necə özünü əks etdirir? Təbii ki, Bakı müasirləşir və biz hətta fikirləşəndə hansısa köhnə bir dövrünü Bakının, o da özünə görə öz dövrü üçün bir müasir Bakı idi. Amma mənə çox yaxındır. Yəqin ki, orta əsrlərdən qalan içəri şəhər, qala divarları və mən çox sevirəm, məsələn, Bakı kəndlərində olan abidələr, köhnə tikililər, köhnə qalalar. Kəndlərdə misal üçün hardasa o autentiklik qalıb da, özünü qoruyub saxlayıb. Bakı təbii ki, paytaxt olduğuna görə mərkəz çox dəyişib, amma yenə də o 18-ci əsrin sonu, 19-cu əsrin binaları, həmçindəki içəri şəhər sözsüz ki, mənim üçün o ən yaxındır. Mənə Bakı deyəndə birinci ağlıma gələn ancaq o olur. Bəs eyni dərəcədə Bakı gəlib sizə desə ki, Zöhrəb, mənim portretimi çək. Necə çəkərsiniz Bakını? Yəqin ki, Bakının xətrinə deyməmək üçün mən onu yəqin ki, bəlkə gənc gözəl bir qız kimi çəkərdim. Deməli, qızdır sizin üçün Bakı, oğlan deyil. Qadın cinsidir. Məncə həm qızdır, həm qız kimi də onu göstərmək olar. Çünki çiçəklənən, gözəl bir obraz çəkmək istəsən, təbii ki, orada cavan oğlan adamın ağlına gəlmir, daha gözəl bir qız adamın ağlına gəlir, hansı ki, bərbəzəkli yəqin ki, geyimdə maraqlı obrazda göstərmək istəyərdim. Amma yenə də mən onu istəsəydim biraz daha qədim nəsə bir obraz kimi göstərməyə, yenə də məncə yenə də dərviş obrazı, yaxud hansısa belə bıx vurma, çox şey bilən, kəşgülünün içərisi dolu cürbəcür xırda detallarla ki, çalışardım detallarda göstərməyə ki, bu özündə çox şey gizlədir. Bir də son sualım bu olacaq. Sizcə, ümumiyyətlə siz nə qədər vaxt məşğulsunuz rəsmlə və sizin bu müddət ərzində varmı kulminasiya saydığınız əsəriniz? Mən hamı kimi uşaqlıqdan rəssamlıqla məşğulam və nə qədər ki özümü xatırlayıram,
hər gün gündə bir dəfə də olsun nəsə bir kiçik rəsm eləyirdim, nəsə bir cızma-qara eləyirdim. Amma professional desək, hardasa 2017-ci ildən də mən Rəssamlıq Akademiyası bitirəndən sonra artıq o vaxtacan artıq emalatxanam var idi, amma başladım öz yoluma elə bil çıxdım. Başladım öz istədiyim kimi formada işləməyə. Və kulminasiya nöqtəsinə isə gələndə mən düşünürəm ki, kulminasiya nöqtəsinə mən elə çatmamışam. Məncə kulminasiya nöqtəsi heç bilinmir ki, hardadır. Onu yəqin ki, mən olmayandan sonra deyə biləcəklər ki, hə, filan dövr ən yaxşı dövr idi, yaxud filan vaxtda bu ən şah əsərini yaradıb. Hal-hazırda mənim işlədiyim hər bir əsər özüm üçün hər təzə hər çıxan əsərim mənim üçün o bir şah əsəridir. Çünki o ən axırıncı mənim məhsulumdur, belə deyək. Amma gələcəkdə bilinərdən məncə. Çox təşəkkür edirəm sizə. Çox sağ olun. Çox sağ olun, uğurlar. Sizə də.